Kodda. Yağın davleniyasını görürsünüz gez qalxdı. Yağın davleniyasını görürsünüz. Bir saniye seçmez ki yağın davleniyası qalxdı. 6 bara. Söndür zahmet olmasa. Sizin de avtomobiliniz səhər hodlayan zaman dırıltı verirsə, deməli bu videoya sizin mütləq ehtiyacınız var. Deməli problem nədir? Qardaş yaxınlaşıb sep dəyişmişəm, vanus dəyişmişəm, nə bilim stəkançik dəyişmişəm, amma maşını səhər hodlayanda başlayır şapıltı səs verməyə. Gəlin bu problemə bir mənalı şəkildə aydınlıq gətirək. Bu barədə bir qardaş yox, bir sıra qardaşlar yaxınlaşır. Bax bu gördüyünüz filtrin korpusunun içində klapan olur. İndi bilmirəm bu barədə səşkimiz var, səşkimiz yoxdur. Bax bu gördüyünüz klapan var ha. Zəlil olub. 4 ayaq olur, 1 ayaq qalıbdır. Bu klapan yerindən oynadığına görə avtomobili söndürən zaman filtrin korpusunun içində yağ qalmalıdır. Və bu yağ klapan saxlayır ki, klapan yağı saxlayır ki, klapan düzgün şəkildə işləmədiyinə görə filtrin korpusunun içində olan yağ süzülür karterə. Ona görə də səhər hodlayanda yağ avtomobilin mühərrikinin yuxarı hissəsinə qalxıb yağlanaraq stəkanda, vanusda sepdə səs edir. Ona görə də qardaşa bu detalların hamısını dəyişdiriblər. Əgər sizin də başınıza gəlirsə, əziz qardaşlar, sep dəyişməklə, stəkan dəyişməklə iş düzəlmir. Birinci düzgün diaqnoz qoyub sonra iş görmək lazımdır. Birinci manometri bağlayırsınız, yenə xodda. Manometr bu vəziyyətdə qalxırsa, deməli problem sizin detallarınızdadır. Yox, əgər manometr düzgün şəkildə qalxmırsa, başınız sağ olsun, bu filtri dəyişirsiniz, sonra detalları dəyişirsiniz. Ola bilər ki, bu filtri dəyişirsiniz, problem aradan qalxar. Bu filtrin içində olan klapanda tək də olur, təkdə dəyişmək olur. Yəni bu boyda filtri zubor dəyişməyə ehtiyac yoxdur. Sadəcə olaraq sami qalxdığına görə biz zubor şəkildə dəyişdik. Öpürəm, özünüzdən müğayət olun, gələn səşiklərdə görüşmək ümidi ilə.